Hər vaxtınız xeyir olsun mənim əziz YouTube izləyicilərim. Xoş gördük sizləri, əzizlərim. Yeni vloqa bismillah deyib başlayıram. İnşallah ki, gözəl anlarımızı burada sizinlə bölüşərəm Allahın izni ilə. Qızlar, mən keçən story paylaşmışdım, daha doğrusu shortsda. Shortsda, inanın, əsas da shortsda olur da. Belə vloqlarımda çox yox. YouTube'da shortsda paylaşanda xanımlardan elə alıram hərdən, şoka düşürəm də. Qızlar, bu keçən səfər sərdiyim prosesini atmışam maşına, əzizlərim. Baxın, maşını söndürürəm, yenidən yandırıram, sizə göstərmək istəyirəm. Mənim maşınım Samsung 8 kiloluqdur. Mən bunu belə çevirirəm buna və buradan baxın ütü işarəsini bastım. 3 dəfə yumaya qaldırıram, basacam, yuyacaq. Ütü işarəsi məndə budur. Bölüşməyimin səbəbi bilirsiniz nədir, xanımlar? Demək, shortsda mən bunu sərəndə hamı yazdı ki, çox qəşəngdir. Amma bir şey var ki, siz niyə pastelinizi ütüləmədiniz? Ay Allah, bütün təmizlik gözümdən düşdü. Ay belə, ay elə biri yazıb. Yoldaşınızla məhrəm yerlərinizi paylaşmayın. Nə bilim, ay balam, nə paylaşıram ki? Yataqdır da, yataq dəstidir. Burada yatdığım yerdə paylaşmıram. Elə qəribə xarakteri var bu cəmaatın. Elə şeylərə söz deyirlər. Hansı ki, məsəl üçün, çılpaqlığı, ağzını danışığını bilməyən, o yumorada altında söyüşlə paylaşılan videoların altında bəhbəhlə elə gülməkləri atırlar. Heç hansısa bir kişiyə, hansısa bir qadına yazmırlar ki, bunu məsəl üçün niyə tərbiyəsizliyi aşılayırsınız da? Yəni burada söyüş altında, sətir altı mənalar var. Yəni pis çıxır da. Heç kəsin elə rəylər yazdığını çox nadir halda görərəm də kiməsə. Amma götürmüşəm burada, prosesini dəyişirəm, məlumat verirəm, nəsə danışıram da. Burada nə var ki, xanımların izlədiyini düşüb danışıram, Burada nə var ki, baxıram ki, qızlar elə şeylər yazıblar, şoka düşmüşəm də. Beləncə qalmışam ki, Allah, burada nə var? Bəzən xanımlar var ki, bilmirlər. Necə bu məsəl üçün nə mənada? Bu çeşidini necə qalacağını bilmirlər, alıb. Məsələn, bilirlər, belə çeşidi var. Məsələn, indi belə görəndə deyirlər, ay da, nə qəşəng görsənir belə. Bir də görürsünüz, siz çəkib atırlar ki, Mehriban xanım, biz də aldıq, filan. Yəni, demirəm, mən bununla böyük bir şey influencer eləmiş oluram kiməsə. Ay, böyük bir mən. Amma ən azından, niyə ki, kiməsə fikir olur da. Burada nə var ki? Yaxşı şeyləri bu insanlar niyə görmək istəmirlər? Yaxşı şeyin içində pis şeyi axtarırlar, amma pis şeyin içində pis şeyi görmürlər. Nəysə qızlar, uzun sözün qısası, istəmirəm belə başlayayım. Dedim, qoy bu bir dəsti də sizin üçün belə göstəririm. Yeni dəstə budur, belə qəşəng qalır. Çox yaxşıdır. Yəni beləsinə, mis kimi də qoxur. ABC-nin yumşaltısı o qədər gözəl qoxu verir buna. Düzdür, ziyandır, nədir filan, bilirəm, onu da deyəcəklər. Amma mən sevirəm də. Qəşəng pastellərdən gözəl qoxu gələndə çox xoşum gəlir. Rəngin gözəlliyi ilə gözəldir. Bu arada dırnaqlarımla da basiret olub lap. Neysə, belə başladıq. Güzlər, burada da bal Amir gəlib bizə. Qonşumuzun bal oğlu. Qonşumun işləri var biraz. Göndərib Amiri bizə. Bugün Amir mənləndə. Amir? Amir. Öz vloguma, keçmiş vloguma baxıram. Pisi. Pisi. Seni qurban. Seni qurban. Adam qızlar balaca uşaq görəndə istəyir 5-10 dəqiqəlik. Sonra istəmirsən. Amir? Amirə baxıram. Şirin baş. Buna bax hələ, sən niyə orada gizlənmirsən? Bu güldən nəsə gözüm su içmir. Suladım bunu, bilməm nəsə. Bu yaxşıdır, bu heç. Bunu qızlar, bilirsiniz neyinirəm çox vaxt. Bu uzanan yerlərindən dibinə yenə əkirəm. Kəsib əkmişəm, tutub şükür Allaha. O hissələri niyə əkirəm? Deyirəm ki, qoy şeydir, belə uzanıb getməsin də, köklü uzansın. Amma bu biraz kaprizlidir. Mən qadın xoşbəxtliyi gülünü də ona görə sevmirəm də. Çox kaprizli güldür. Baxılması o qədər çətindir. Bilməm. Qurusun bunlar. Bunu çox sevirəm. Bu qəşəng güldür. Bu tez uzanır, tez bitir. Qəşəngdir. Mən belə həmişə yaşıl gülləri çox sevirəm evdə. Qızı da indi gül şeyə baxıram. Yazmışam. Yanımızda o çiçəyin butikə yazdım xanıma. Görüm onlarda torpaq varsa torpağım bitib. Keçən səfər sağ olsun. Adı nədir? Əsmərin anası torpaq göndərmişdi mənə. İndi bitib torpağım.
Bu da böyüyüb gedir. Gələk bundan da verim kiməsə. Qızlara paylayım. Çəkdi. Bunu da çox sevirəm. Havalar istədiyini tez-tez suluram, çalışıram ki, yanmasınlar. Demək qızlar, keks hazırlayıram. Biraz qablarım artıq çıxıb. Elə eləmişəm ki, fonu buranı tutsun ancaq. Demək qızlar, nə edirik? Bu keks yerində ıslaq kek. O gün ana rambatsı hazırlamışdı ya. Ürəyim getdi, onu gördüm, çox bəyəndim. Dadı da qəşəng idi. Düşünürəm ki, o dadı yoldaşım bəyənəcək deyənə. Eşidirsiniz səsi. Bugün cümə axşamıdır. Cümə axşamı olanda bizdə moizə deyirlər də, səhv eləmirəmsə, bəlkə də adını səhv deyirəm. Mütləq oxunur bizim buradakı məsciddə. Səsi o qədər yaxından gəlir. Mənim qəlbim tat qəlbidir deyənə, əslində bunun fərqinə vardım ki, mənim elə qəlbim yoxdur. Elə qəlbim olsaydı daha yaxşı olardı. Məndə tat qəlbidir deyənə, mən ölçünü az tutdum. Əslində 4 yumurtadan hazırlanmalıdır. 4 yumurta, 1 stəkan şəkər tozu, 1 stəkan duru yağ, 1 stəkan süd, vanil, qabartma tozu, kakao, un. Belə hazırlayırsınız. Keksi 180 dərəcədə öncədən isidilmiş sobada qəşəng bişirirsiniz. Bişəndən sonra keksimiz qanajını hazırlayırıq. Üzərinə töküləcək qanaj. Qanaj da nədir qızlar? Demək, İran qaymağı, kakao, süddən ibarət olan bir belə şokolad sosudur. Səpirsən üstünə. Elə ləzzətli ıslaq keki idi. Çox bəyəndim də, yəni o ıslaq keki. Ona görə indi hazırlayacağım. Başlayıram. Yavaş-yavaş hazırlıq gedir, proses gedir. Qabların bir qismini yumuşam. Qurulayıb götürəcəm indi. Yəni deyirəm bu resepti çəkdim. Bitirim. Demək, sosu üçün qızlar 2 stəkan süd, 3 xörək qaşığı kakao, 1 stəkandan bir baş barmağı aşağı yağ, duru yağ, baş barmaq aşağı şəkər tozu və bir paket belə İran qaymağı əlavə eləyirsən. Yəni bildiyiniz bütün reseptləri unudun da. Yəni mən o gün ləzzət şönəli yaşadım. Çox sevdim də. Və qısıq ateşdə, yəni normal ateşdə bişiririk beləncinə. Sosu hazırlayıram. Qızlar, belə həqiqətən çox dadlı idi. Mənim yoldaşım bilirəm ki, bunu çox bəyənəcək. Keks orada bişir. Dediyim kimi fərqinə vardım ki, mən o vaxtlar hepsi burada var idi. Bilmirəm, oradan sifariş verənləriniz olmuşdu ya yox da. Hepsi burada global idi. Mənə sağ olsun, Instagramdan bir izləyicim onu məsləhət görmüşdü və onun sayəsində hepsi burada globaldan o qədər gözəl və münasib qiymətə şey almışdım ki, inanın. Əsasda adı nədir? Qəşəng sepa almışdım, buxar tüsü almışdım. Sonra üçlü şeferin dəstini almışdım bu soba qabıda. Biri belə uzun sovdu, biri belə dairəvi və ortası deşiymiş. Mən bilirdim ki, bu emsanda falan var ya, kənarlar belə ortasına sos tökülməklikdə qab. Yəqin ki, bildiyiniz hansı qabı nəzərdə tuturam. İndi mən bayaq göstərdiyim qabın elə bir ki, o formasını niyə almamışam indiyə kimi heç fərqində deyildim. İndi fərqinə vardım ki, o yoxdur məndə. Biraz yoldaşımın işi ilə bağlı, hələ dəqiq deyil deyənə çox şey. İnanın, biraz əslində bəlkə də hiss edirsinizsə, canım çıxa-çıxa danışıram, üstünüzə sağlıq. Nə bilim, o qədər yorulmuşam bu prosesdən, qızlar, açıq desəm. Yəni, beynimin içini sustura bilmirəm. Ha deyirəm, hər şeyi axışına bıraxıram. Nə olacaq, yaşayacaq, görəcəyik. Amma inanın, qızlar, əməl eləməyə gələndə heç də elə deyil də. Yəni, bacara bilmirəm özümdən. Beynimi sakitləşdirə bilmirəm. Yoldaşımsız o qədər, inanın, il yarım ərzində çətin günlər yaşamışam ki, 6 ayda bizləndi, təzə-təzə hər şey qaydasına düşürdü. İndi işi ilə akademiya oxuyur da yoldaşım. İşi ilə bağlı bilmirik də necə olacaq, təyinatı hara çıxacaq deyə. İnanın, beynimin içini sustura bilmirəm. O qədər çətin gəlir mənə. Heç bilmirəm nəyi necə eləyəcəm, necə olacaq, heç nə bilmirəm. Nə bilim. Dualarınızı məndən əsirgəməyin. Yəqin ki, bu vlogu paylaşandan sonra biləcəm də mən nə olacağını, nə qərar olacağını. Sizlərdən hər birinizdən xahiş edirəm. Mənim üçün dua edin, bizim ailəmiz üçün. Dua edin ki, hər şey yaxşı olsun. Çünki həqiqətən biz çətin günlər yaşayırıq. Bəzən, nə bilim, bir də görürsən, biri yazır, eviniz nə gözəldir, ay filan şey nə qədər. Amma inanın, ev istəyir, mən həmişə deyirəm, insan istəyir divarəsi olsun, villası olsun, nə olur. Beyninin içi
Heç nə, inanın, sağlıq falan, hər şey qoyuram bir kənara. Sağlıq da önəmlidir əlbəttə, amma insanın beyin huzuru olmayandan sonra istəyir sənin milyonun olsun. Əgər başının içi sakit deyilsə, ürəyin sakit deyilsə, inanın, hər yer sənə zindan, cəhənnəmdir. Mənim zənnimcə belədir. Yəni bəzən ona görə də mən heç vaxt həyatda kiminsə nəsə mübarizəsini bilmədiyim halda qibtə eləmirəm heç kəsin yaşayışına. Demək olar ki, heç kəsin yaşayışına qibtə eləmirəm. Demirəm, ay buna bax bəxtə. İnanın Allahıma, Allah şahiddir və məni tanıyanlar da yəqin ki deyər. Deyirəm, məsəl üçün də mən heç ola bilməz ki də, yəni kiminsə deməyim, nəyinsə dilimə gətirməyim. Deyirəm, məsəl üçün, maşallah görsən filan kəs də maşın aldı, sağlığına qismət, qəşəngdir, filan falan. Belə danışan insana. Maşallah filan kəsin də evi belədir, çox bəyən. Məsələn, Anaragilə getdim, gəldim də, Allah sağlığına nəsib eləsin. Məsələn, kiməsə danışanda deyirdim, hə maşallah, qaynama deyirdim, maşallah, evləri o qədər gözəldir, o qədər bəyəndim, sağlığına qismət. Çünki necə mübarizələr, necə mücadilələr alıb keçib, yəni o evi qurduqlarını bilirəm. Rəfiqəm deyil, getmişik, bir yerdə oturmuşuq, səbətləşmişik. Necə mübarizələr verdiyini bilirəm. Ona görə də mən o insanı artıq evinə qibtə eləsəydim, artıq onun həyat mücadeləsini özümə çəkmiş olacağım. Ona görə də mən sizlərə, məndən kiçiklər də var, məndən böyüklər də məni izləyir. Təbii ki, yəni məsləhət kimi deyirəm. Heç vaxt heç kəsin həyatına baxıb da, ay nə gözəldir, qaynanası ilə münasibətli olsun, anası ilə, yoldaşı ilə münasibətli olsun. Qəti qibtə eləməyin qızlar. Onların verdiyi, həyatda verdiyi mücadilələr sizin də taleyinizə çəkmiş olacaqsınız. Və heç ummadığınız anda görərsiniz, başınıza nəsə gəlir, deyəsiniz, bu mənim başıma niyə gəldi? Heç anlamayacaqsınız ki, nə vaxtsa kimisə həyatına qibtə eləmişsiniz, Allah onu sizə nəsib eləyir. Hər tərəfli. Yəni, mən Allahdan çaynik istəyirəmsə, təkcə o insanın çaynikini mənə vermir də. Çayniklə bağlı çaydanın da verir ki, ala yanında. Bunu istəyirdin, ala, bu da sənin. Ona görə də bilmədiyimiz mücadilələrə mənə elə gəlir ki, istəməyə lazım deyil. Ancaq özümüz üçün həyatda Allahın xeyirli bildiyini, məsləhət bildiyini diləməyə lazımdır. Mən həmişə arzu edirəm həyatda. Deyirəm, nə xeyirlidirsə onu elə, xeyirli olmayanda xeyirli elə. Belə. Heç də sosumuzu da hazırlayım. Yenə çənəm düşdü. Danışmağa başladım. Qızlar, demək, hazırlaşmışam. Belə geyinmişəm. Saçımı baxın. Qaynanam gələcək. İndi qaynatam zəng eləmişdi. Keçən səfərdən inansan kişinin ürəyində qalmışdı. Rasim çox belə mızıldadı. Bir həftə falan dedi. Düz biz keçən səfər apardıq özümüz Rasimi Zefir mola. Prosta qaynatamın hiss edirəm ki, ürəyində qalıb. Ona görə bir gün zəng elədi ki, bəs Rasimi aparıram, Zefir mola hazırlaşın. Mən də qızlar belə hazırlaşmışam. Bunu sizə eləmirəmsə qızlar sizə göstərmişdim, amma tam yadımda deyil. Bilməm, Instagramda göstərmişdim, yoxsa burada. Temu'dan belə bir yapıçqam var. Keçən il bunu Mamuçqam mənə hədiyyə eləmişdi. Qızlar, inansız, saçımın qabaq hissəsi bugün evdə çox iş gördüm deyənə. Saçımın qabaq hissəsi yağlanmışdı. Yumuşam, daramışam arxaya. Yarıdan saçımı yumuşam, daramışam arxaya. Mənim kimi olanlarınız varsa mütləq səs eləyin. Belə makyaj elədim, belə geyindim. Dəhşət qaralmışam indi sonra. Yəqin hiss edirsiniz də, mənə bax. Elə bu yollar qaraltdı ya, mənə get-gəl. Hələ bir dəfə dərsə falan getməmişik. Elə yollar məni qaraltdı. Belə içində bu nədir burada? Saçım belə. Mən hazır, geçən geyindim. Uşaqlara paltar götürmüşəm. Sonra nə yapmışam? Bir dənə yoldaşım qalıb, yoldaşım paltarını tutlamışam, amma gəlib dincəlir. Hələ. Bu da belə qəşəng oldu. Evlərim saçımla uyum sağladı. Kızlar, Rasim buradadır. Get qolbağı tax, oradadır qızlar. Get. 2 uşaq, 27 manat, limitsiz burada oynayırlar. Bax, belə bir hissədir qızlar. O kalanisi sizin üçün çəkmişəm, o kakinti. O tərəfdə şeydir, adı nədir, oyun zalı var. Orada da, burada da. Uşaqlar çox... Hə? Get. Yaxşı, Rasim, get sən qolbaq tax. Qolbaq taxır və biz qızlar çek vasitəsilə kamera müşahidə edirik. Müşahidə edirik, yəni uşaqları rahatlıqla. Belə qızlar, uşaqlar bizdə qoydular. Çantasını qoyum, paltar götürürəm. Mən mütləq qızlar hara getsəm, uşaqlara mütləq paltar götürürəm ki, tərəsələr dəyişək. Baxım nə çıxdı? Ləbu bu kartları. Ama səndə nə çıxdı? Baxın.
Bunda da kart. Nerede oyuncaq çıxmadı? Oyuncaq çıxmadı. Kart qəşəngdir. Bak benim anlama. Ha, Bunu buradan aldım. buradan aldım. Beğendin bundan. Deyə oradan. Beğendim ama Ala bunlar bunu hiç sor. Hiç sor. Söz verirəm, biz oradan nəsə götürdük, pizza misadan. İndiyə bir kızımız hazır görüyor. Yo, nəyə görə deyirəm? Yəni siqnal zat vermədilər də içinə. Bakıyor dedi öz yapıyor. Ha, işte. ana. Biri burada ana. Bir de görevli çıktı. Çok kızım lazım. Büyük çıktı. Bak. Koydum buraya. He, gidi bu. Zamizadan qızlar bir margarita, bir də bu nə idi? Bu pepperoni değil. Bu chicken o. Bu chicken strips. Hə, chicken. Margarita bulan kişi bir yedi. Abbas. Aba sağ ol. Ay Allah qızlar buna baxın. Sensayda təzə kolleksiya var. 2-2 satırlar bunları. Aa, 2-2 10 manatdır. İkisi. 5 manat. Qəşəng də. Qəşəng görsün. Yo, yo. 12 manata buna baxın qızlar. Təzə şeylər gəlib bu arada. Oya. Mən bu gün fərqinə varmışam cana. Mən keks bişirəndə qabım yoxdur. Yəni bunlar qəşəng qız nəvən olsaydı bax alardım. Dev qız nəvən yoxdur. Ulaşıq. Olmayacaq. Olmayacaq hala. Sən salın. Kasa. Kasalar biraz fərqlidir. O daha elə bir şeydir belə tündür. Ya bu ne bu belə? Ay. Az buna bax. Amma elə çox da elə şey deyil. Çox da bəyənəmədim. Belə demişəm, özümə söz vermişəm ki. Ben mesela beğenimde. Bunu deyirsən? Kompleksən. O, ondan məndə var da. Seher. Sən necə izləyicisən ki, mən onu paylaşmışam ay qız. Hiç onda. Sən, ana. Onda bir denge geçengi Ha. beğenerse. Ay, o şey düşdün çorlu spesifika. Demək sən mənim paylaşımlarıma diqqətlə yanaşmıyorsun. Yadında saxlamaz. Aşk olsun. Yaxşı. Olsun, mənəş. Olsun kızım sana. Niyə? Bundan varımdır. Daha hele bu renklilere. Onlar da çox yekədir, bu boyda deyil. Çok iyi. Bugün deyəsən buralardan işini alamayacağıq. Ya Allah. Aklını sen yakışıyor. Bu geçen değil mi var? Ne var ne? Şey çox böyükdür ana. Biraz çözdü. Quşu böyükdür. Kəpənəyi. Çöpüne biraz çok biriydi. Çox iyi. Buranın da saçqaları çox yekədir. Bu Əndirabadi böyükdür. Büyüktü. Nəsə bu təzədir. Xoşuma gəlir bu. Fillərinin zadına bax bunların. Bu nə bu? Belə də ay düşdüm burada. Belə də ama. Belə də çox sevmədim. Evet. Buradakı sinzay çox səliqəsizdir. Qarış-quruş edirlər hər şey bir-birinə. Gəldim qızlar Ali və Nino'ya yenə. Burada bilirsiniz də, bura baş çəkməsəm olmaz. Çox sevdiyim bir xanım var. Onun üçün belə Xurşudvanın Natavanın dəftərini götürdüm. 3.90 bu arada bu dəftərlər. Çox da belə baha dəftər deyil, amma kolleksiya üçün maraqlıdır. Düşündüm xanıma alım, hədiyyə edərəm. Bəlkə o da nələrsə not eləyər. İnşallah ki, növbəti həftə Allahın izni ilə görüşə bilsək, ona da aparmağı düşünürəm. Bunlar da çox qəşəngdir. 70 İstanbul. Və bunlar 4.70'dir qızlar. Bu da çox qəşəngdir. Bunu almışdım keçən səfər. Sonra görüm nə var. Eşim bir buraları, maraqlı bir şeylər axtarım, nə tapıram.
qorxuram. Mən bunu niyə belə saldım ki? Kutular nədir? Kutular. Neyse belə. Una var. Bunların qiymətlərini bilmirəm, amma neçədir. Hayda, ümumiyyətlə Zefir Mall bugün o qədər soyuqdur qızlar. Dəhşət soyuqdur. Belə, baxım görüm, başqa nə tapıram. Güzel yaşam kılavuzu. Baxa. Belə kitabları gəlib vərəqləməyi çox sevirəm. Önemli bir başarıdır, birincisi bir gayret gerekir. Yox deyə bilmək sənəti. Mənə aiddir bu. Üstümüz arayıb. Üşüyor. Ben... Ana, sen işin laf çətindir. Gəl görək, bunları kəsək. Bu krepli. Vay vay. Parmağım dəydi. Olsun da. Arabanın açsan dəydi. Buna. Yerə çək. Yəni bunu çəkdim ki, bu hissəsi düşsün də. İşin təzədir. Hə, təzədir. Bu il baba şeyləmişsən, ha, deyiş telefonunuza. Ha, Allah, bu il Bu mənim elimdə. dedik ya, bu niyə belə oldu? Görəcəyin üstündən artıqdır. Mən neyim, bu başqa cür kəsmək şey yoxdur ki. Fırç elədik. Vilkanı keçirdirlər, ha, mədəniyyət, ha. Necə keçirdirlər? Biz bunu belə qarışdıraram ha. Yer get. Neyə? Sizin çəkdən? Evet, dayın da. Hələ qarnın güdürür. Növbəti gündən hər birinizi salamlayıram qızlar. Demək, hazırlaşmışam və neyinirik? Demək, biz əslində planlamışdıq ki, 6-cı gün gedək Zefir Malla bacımgillə. Sonra elə oldu ki, qaynatam dedi ki, bu günün üçün gedək də. Bacım da uşaqlara deyib deyənə, uşaqlar başlayıb ağlaşma qurmağa bacımgilinkilər. Ki, biz də Zefir Malla getmək istəyirik. Nəsə, o şun planlaşdırdıq ki, bugün təzədən gedək. Solkanı hələ düzəldə bilməmişəm. O şun belə. İndi yenə bugün də ayıqlar kimi gündə Zefir Mallara gidiyoruz. Belə, o bir zaman. İndi aşım hazırlaşdım. Bacım gidi harda var çatır, geyindim, keçindim. Belə, ətirlərini falan edeyim, çıxaq. Gülgül çatırlar, elə. Biz hazır, gedirik kızlar. Gedirik, yox dalsın, az qalıb çatırıq. Gördüm Allah. Bizimkilər gəlirlər qızlar, buradadılar. Demək, bizdə 5-ci gediş olduğu üçün meyvə şirəsi hədiyyə elədilər bizə. Burada da qızlar Blin kafe var, Blin bar. Buradan seçmələrdir bacım. Bir şeylər seçdik, onu götürdük. Aha, bacım burada. Bu fiyaliyet və seti, bir də nəsə blinciklə bir seçlər. Qaldı buram, buradan nə seçək? Səncə buradan seçək, buradan seçək? Bu da burgerlərdə. Bax, burada belə setlər. Oynayan uşaqlar gelsin. Şimdi oynayan uşaqlar gelsin buraya. Əyləşin. Kim əyləşməsə oynatmayacaq. Əyləşin. Stop, stop. Oynayan bərbəri. Əyləşin Musa, əyləşin. Sən qal burada. Demək qızlar, Sheffield'dən belə dönər aldıq, mən pomidorsuz. Sonra Mix Burger'dən belə şeylər. Mamam da həmişə kimi çaysız başlamır. Çet küvanə. Daha əlcək də verirlər, nə qəşəng. Və
qəşəng əlcək də qoyublar. Hatta günler onunla yeməlisən də, aydın. Götür belə iyi görüm əlində qalacaq. Çəkiş edir, nə çəksən? Əlcəklərimizi geyindik. Hayt onu. Burnum qaşındı. Özü mən tomatsız sifariş vermişəm. Pomidorsuz. Sen ondan yersen. Peki şeyde burgerdə demişəm. Onun bu. Böyle geldi. Dadım bilmədim. Kumbir də demişəm. Her şey sipariş vermişim. Böyle ağzıma Mix burgerdən burgerlər. Değil mi? Böyle Sən kolalar belə qoy, kodusu ver, yetməyəcək. Ancaq yeyib uçmaq. Sen içeriden çekiyor. Gerçekten alkışlıyoruz. Sıfır. Basar kim geldi? Herkes. Yunus ve Rasim yarışı. Devam ediyoruz. Kepi. Kes. Devam ediyoruz. Kömele. Stop. Dur sen öyle şamama, öyle. Kömeleme sen öyle, ben yoksa önüne geçersin. Stop. Bir seferde dostlar, bir şekilde. Mani olurum. Devam ediyoruz, kes. Yorumuz çok tuttular. Dostlar, süper, kes. O yavaş hasta. Bir dostlar, bir. Bravo. Adın ne oldu? Baka. Rasim ve mal şekilde galip geldi. Anlayın dostlar. Stop. Kazdan başlıyor. Dostlar, tez göre kim galip edecek? Kim güçlüdür? Yorumuz yoksa Rasim. Keskin kömelenir. Bir şekilde kapanıyor. Bir şekilde dostlar. Dünyada kaldı. Bravo. Adın Yunus oldu ha. Alkışlayın Yunus'u. Rasim'i de alkışlıyoruz dostlar. Rasim'i de alkışlıyoruz. Kim oynamadı bu şaka? Gel. Bundan sonra daha meraklı oyunumuz var dostlar. Öyle değil. Şey kızlar. Esiyor. Bak. Baxırlar. Burada renkler de var, onun var. Yaşıl qarası da var. Mən bax olmuşum.
Yaşıl da qəşəngdir. Tərsinə asıblar. 44. Çox aşağı deyil görürsün. Baxarsan. Yakalandım. Evet. Görünün qəşəng qızlar pilates çorabları da var. Elsidə 8 manata ikili. Belə çorablar da var. Mənim yupuçqam kimdir bu əynində yupqa var ha. Belə. Bu arada qızlar baxın, bu ayaqqabılarımı Mimidən almışam. Çox istəyirdim. Bu arada manikürüm gedib üzürlü sayım göstərirəm. Pedikürüm daha doğrusu. Baxın bu ayaqqabıları da o gün Mimidən aldım qızlar. Belə. Nəsə bir-iki şey prov elədim düzün desəm. Çox da belə wow deyilən bir şey bəyənmədim çox. Sadə donlardır. Onu istəmirəm. Bax sən də bir şey bəyən. Onu mən də bəyənmişəm çox. Onu bəyənmişəm. Mavini. Qəşəng də. Merhaba. Buna bak, bu da arkası. Bakın. Baxın. Qəşəngdir. Hello Kitty. Mən bu qəhvəyiləri bəyənmişdim. Duran baxdım. Heç nə, qoydum Onlar yerinə. ne değil mi? O biri çox iç bildirir, şey kofta. Ağda. Ağ deyil, lap bejdir, lap belə seyrəkdir. Rənginə bax, öldür belə paruldar, bardo. Mat olsa götürərəm, paruldar qəti. Ha, var yaxşıdır. Mən bunu da bəyəndim. Nə oldu mama? Qızlar uşaq addelinə baxırıq burada. Qəşəng. Baxırıq görək nələr var, nələr yox. Qəşəng kurtkalar var, baxın. Bu kurtkalar Sinsayda düşüb 10 manata. Baxın. Maraqlı uşaqlar üçün üst geyimi. Biz sabah bəlkə qalaya getdik də, dəqiq bilmirəm. Bəlkə getdik qalaya. Ona görə bir-iki şey baxmaq istəyirəm. Orada yoldaşımın əmsi oğlunun uşağına qeyb dəyməmişik heç. Uşaq bir yaşı keçib ey. Hansız fürsət tapıb gedə bilmirik. Elə bugün sabah getməmişik. Dedim o gedərik ona dəyərik uşağa. Onun üçün bir-iki şey baxmaq istəyirəm. Burada belə bir dəst gördüm, xoşuma gəldi. Deyirəm bunu götürüm, sabah da gəlib Forte'dən bir-iki şey baxaram. Maraqlı şeylər var. Dəstlərə, buna baxdım, xoşuma gəldi. Tulumlar, bu böyüyər, bir yaşı oldu da. Gələk bayaq baxardım, yuxarıda da heç baxmaq halıma gəlmədi. Elsidə də baxardım, ikidən də baxaram. Bazara gedirsən. Kızlar, bu da günün sonu. Vlogumuzu yekunlaşdırıram çünki. Evimizə gedirik. Ha? Neden evimize? Evet. Karnına başan karnına. Doğruşun. Niye? Aha. Elinde bir kola. Bir el rulda, bir el. Yedi soyduş. İstemsen. Niye gene? Yaxşı, sağ olun. Gel. Gel. Gel Abbas. Gel. Gedək. Nasıl? Ha. Gagagandes. Ya nasıl? Gagagandes getirin. Bunu hardan öyrəndik bu? Ben ne bileyim. Uşağım o qədər necədir ağzına yaraşmır Kes. heç.